Kitabımız Aşıq Ələsgərin seçilmiş əsərləridir. Aşıq yaradıcılığına hörmətli tamaşaçılarımız və çox zəngin bir yaradıcılığa malikdir Aşıq Ələsgər. Hələ o dövrlərdə Yakov Polonski Aşıq Ələsgərlə görüşür. Çox maraqlı bir faktdır. Yakov Polonski Aşıq Ələsgərlə görüşür və onun doğrudan Aşıq Ələsgər yazmağı bacarmayıb, yazıb oxumağı. Amma elə bir insanın necə böyük əsərlər yaratdığının heyranı olur. Və necə geniş dünya görüşünə malik olduğunu görür Yakov Polonski və Aşıq Ələsgər haqqında Rusiyada geniş bir məqalə yazır. Və sonralar, 100 il sonra Konstantin Simonov Aşıq Ələsgərin əsərlərini rus dilində tərcümə edir və Rusiyada tərcümə edir və rus oxucuları bu əsərləri oxuyurlar. Bax belə, Aşıq Ələsgər belə bir şəxsiyyət olub, belə bir sənətkar olub. Növbəti oyunçumuz var. Alo. Var. Salam aleyküm. Aleyküm.